mühərrik təmizlənib, yuyulub. Bu da bir hissəsidir. Dostlar salam, hər vaxtınız xeyir olsun. Demək gördüyünüz kimi 150S modelin mühərrikini sökmüşük. Demək mühərrikdə problem nədir? Sürətlər qutusunun 3-cü ötürücüsündə problem yaranıb. Çox güman ki, dişlərində zədə yaranıb. Biz inşallah mühərriki tam sökəcəyik və sürətlər qutusunu dəst şəklində dəyişəcəyik. Çünki sürətlər qutusunun 3-cü ötürücüsünü ayrıca dəyişdikdə sonradan problemlər yaranma ehtimalı olur. Çox gümancı olur. Ona görə də müştərimizə məsləhət gördük ki, biz sürətlər qutusunu dəst şəklində dəyişək və ideal bir şəkildə müştərimizə təhvil verək inşallah. Mühərrik artıq tam söküldü və sürətlər qutusuna nəzər salırıq 3-cü ötürücüyə. Mühərriki artıq yığırıq. Demək sürətlər qutusunu yenisi ilə əvəz etdik. Mühərrik təmizlənib, yuyulub. Bu da bir hissəsidir. İç hissəsini təmiz yumalıyıq ki, içində qalan qırıntılar, zibillər təzədən mühərrikin içində daxil olmasın deyə mühərrik təmiz işləsin. Çünki əgər ki hissələrdən biri qalsa, mühərrikə zədə yetirə bilər, ehtimalı var. Fredo dəyişildi, dəst şəklində qoyuldu. Çünki motosiklet artıq 40.000 kilometrdən artıq sürülmüşdü. Ona görə də fibra, Fredo, zbor dəst dəyişdik. Mühərrikin təmirini artıq bitirdik. İşimizi artıq tamamladıq. Dancing through the rhythm like there's no tomorrow. From highs to lows, I'm embracing the sad.